Sinema Radyo. Əziz dinləyicilər, Sinema Radionun Dost Sinema rubrikasındayıq və bugün qonağımız gözəl bir xanım, Anima Film Beynəlxalq Animasiya Filmləri Festivalının layihə meneceri Zümrüd xanım İsmayılovadır. Xoş gəldiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətə görə. Zümrüd xanımla biz anima filmdən danışacağıq, animasiya festivalından danışacağıq. 9-cu anima film start götürüb Zümrüd xanım. Bu ilki festivalın xüsusiyyətlərindən biraz danışın bizə. Qeyd edeyim ki, animasiya sahəsi ümumiyyətlə Azərbaycanda belə deyim, hələ ki təzə-təzə qəbul olunan bir mövzudur. Çünki animasiya deyəndə ilk olaraq multifilm, cizgi film kimi çox vaxt nəzərə alınır. Məsələn, uşaqlar daha çox sevir animasiyalara baxmağı indiki zamanda ümumiyyətlə. Amma müəyyən yaş qrupları var ki, hansı ki onlar çətin qəbul edirlər. Yəni uşaq kimi versiyaları nəzərdə tutulur. Amma düşünmək lazımdır ki, hal-hazırda animasiya həm hekayə baxımından, həm sosial mövzular baxımından bir növ maarifləndirici xarakter daşıyır və hal-hazırda Azərbaycanda çox sevinirik ki, Mədəniyyət Nazirliyi tərəfindən animasiya filmləri, anima filmlərin çəkilməsinə və onların yayımlanmasına çox böyük dəstək var və hal-hazırda 9-cu Beynəlxalq Anima Film Festivalı və Mədəniyyət Nazirliyi tərəfindən, eyni zamanda ARKA, Azərbaycan Respublikası Kino Agentliyi və Yaradıcı Sənaye tərəfindən dəstəklənir və Azərbaycan Animasiya Assosiasiyası tərəfindən təşkil olunur. Artıq 2018-ci ildən start götürüb və hal-hazırda 9-cu festivalı keçiririk. Bu bizim üçün çox önəmli rəqəmdir və baxmayaraq ki, gənc sayılır animasiya festivalı 9-cu, amma burada çox nəticələr, çox fəaliyyətlər var, hansı ki bizim tamaşaçılar Anima Film AZ saytından da daxil olub baxa bilərlər, izləyə bilərlər bizim fəaliyyətlərimizi. Və hal-hazırda 9-cu Anima Film Beynəlxalq Animasiya Festivalı 13-17 may tarixlərində keçirilir. 13 may tarixində artıq açılış mərasimi oldu və müxtəlif kateqoriya üzrə animasiyalar təqdim olundu. Bu beynəlxalq sözündən də bəllidir ki, beynəlxalq səviyyədə keçirilir və bir sıra xarici qonaqların, xarici animatorların iştirakı burada nəzərdə tutulub və hal-hazırda da bu Azərbaycandadırlar. Bu bizim üçün çox xoş xəbərdir. Və eyni zamanda qeyd edim ki, bu festival Nizami Kino Mərkəzində keçirilir və Fluxus Space qalereyasında keçirilir. Hansı ki, orada da stop motion kateqoriyalı animasiyalar hazırlanır və bu bir növ master-klass xarakterlidir. Və belə. Aha. Biraz posterdən danışaq. Festivalın posteri diqqətimizi cəlb etdi. Bu barədə nə deyə bilərsiniz? Hal-hazırda ümumiyyətlə hər il festival müxtəlif mövzulara həsr olunur. Olub ki, məsələn, keçən il pişiklərə həsr olunmuşdu. Bu il isə dəniz mövzusudur. Eyni zamanda burada biz dəniz mövzusundan ekomesaj ötürürük dünyaya, Azərbaycana ki, hansı ki, aktual qlobal problemlərdən sayılır və dəniz mövzusunda anima filmlərin nümayişi də artıq nəzərdə tutulub, verilir də efirə və burada dənizin çirklənməsi, suyun Xəzər dənizinin məsələn çəkilməsi mövzusu da irəli çəkilir. Eyni zamanda qeyd edə bilərəm ki, bizim hal-hazırda bu ilki anima film festivalı hər il olduğu kimi alınan vəsaitlər, biletlərdən götürülən vəsaitlər xeyriyyə xarakterli təşkil olunur. Məsələn, bir festivalımızda ağac əkmə aksiyası olub, bir festival qadınlara aid feminist, bir festival heyvanların qorunmasına aid belə deyək, xeyriyyə xarakterli olub, pişiklərin yemləndirilməsi, belə bir şey. Bu iki mövzumuzda isə deməli bilirsiniz ki, Xəzər dənizində su itilərin nəsli kəsilməkdədir ümumiyyətlə və bu istiqamətdə Xəzər ətrafı ölkələrdən ən çox Qazaxıstan Respublikası bu üzrə elmi cəhətdən araşdırmalar edir, statistik belə deyək nəticələri onlar verirlər ki, su itiləri nə qədərdir, hansı Xəzərin ətrafında toplanırlar və yaxud da ki, belə deyək, həyatdan köçürlər, ölürlər də. Bu təbii ki, insanların da zərər verici tərəflərini də göstərir ki, o torların
sudan atılması, balıqları tutarkən o su itilərin təsadüfən tora keçməsi və o balıqları götürmək üçün su itini öldürməsi bu çox acınacaqlı bir vəziyyətdir. O da gətirir su itilərin nəslinin kəsilməyinə və bu elmi yanaşma tərəfindən həm elmi publisistik jurnalın buraxılması nəzərdə tutulub, xeyriyyə xarakterli. Eyni zamanda sənədli filmlərin çəkilməsi nəzərdə tutulub. Bir növ belə deyək, su itiyə həsr olunmuş elmi tədqiqatlı, elmi publisistik bir fəaliyyət olacaq. Nə gözəl. Və bizim posterə gəldikdə isə mövzumuz dəniz mövzusu olduğuna görə yerli Azərbaycan animasiya filmi, hansı ki adı İsi Piti adlanır. İsi balaca azyaşlı uşaqdır, Piti isə onun pişiyidir. Hansı ki burada ssenari necə qurulur? Azərbaycanın müxtəlif bölgələrini Bakıdan başlayaraq İsi Piti ilə, ailəsi ilə gəzməyə gedir və hər bir bölgənin kəşf etdikcə orada özünə məxsus bir peşəni də kəşf edir. Bir növ məsələn dalğıc rolunda olur İsi və Piti, dənizdə araşdırmalar edir, atası ona köməklik göstərir, digər bölgədə rəssamlığı öyrənir, digər bölgədə aşpazlığı öyrənir və bu belə ssenari silsilə şəklində davam edir. Bu təbii ki, maarifləndirmə xarakterlidir ki, həm də uşaqların, gənclərin peşə yönümünü bir növ istiqamətləndirir və dəniz mövzusu da olduğuna görə posterimizdə də dəniz motivləri var və orada İsi Piti dalğıc belə geyimindədir. Belə, yəni posterimiz bu istiqamətdə mövzumuzu açıqlayır. Bəli. Bir mesaj olaraq da eko-mesaj, bəli, eko-mesaj verir ki, dənizimizi təmiz saxlayaq. Bəli. Bu bizim belə deyək də ikinci bir həyatımızdır. Bəli. Yəni onu qorumaq lazımdır. Əslində çox gözəl bir təşəbbüsdür. Onun digər tərəfi də bütün yığılan vəsaitin xeyriyyə məqsədi ilə xərclənməsi də çox gözəl dəstəklənməli bir məsələdir. Bəs maraq göstərən ölkələrin kəmiyyətində artım olubmu? Ümumiyyətlə ölkələr barədə biraz bizə danışın. Bəli, qeyd edə bilərəm ölkələr baxımından. Beynəlxalq səviyyədə olduğuna görə festival demək olar ki, bizim Film Freeway platforması üzərindən festival çərçivəsində festival başlamamışdan müsabiqə elan olundu və çox sevindirici halda ki, dünyanın müxtəlif ölkələrindən, hətta materik deyərdim, Asiya, Avropa, Amerika, Afrikadan müxtəlif yerli animatorlar, beynəlxalq animatorlar müraciət edib həmin müsabiqəyə 437 film. Təsəvvürləyin, 437 film müsabiqədə ümumi yer alır. Bu keçən illərdəki bəli, artım var. Hardasa 200-250 artım var və bu müsabiqədə 437 filmdən 30 plus film seçilir və bu 30 film də müxtəlif kateqoriyalara həsr olunub və artıq deməli ümumi də 60-dan çox ölkə. Yəni o 437 film 60-dan çox ölkədən göndərilir və çox yaxşı, burada həm tanınmış animatorlar var, həm həvəskar animatorlar var və burada da bizim məqsədimiz Azərbaycanda fəaliyyətdə olan səfirliklərə müraciətimizdir ki, o dəstəyi, bir çox səfirlər var ki, dəstək göstərirdilər, çünki çox istəyirdi ki, həmin ölkəni təmsil edəcək nümayəndə animatoru həmin ölkənin səfirliyi hansı ki, bizdə fəaliyyət göstərir, dəstək göstərsin ki, o adam bizdə gəlib iştirak etsin və öz filminin nümayişində özü şəxsən iştirak etsin və səfir özü şəxsən mükafatı belə deyək təqdim etsin. Bu bizim əsas amallarımızdan biridir beynəlxalq səviyyədə və bildiyiniz kimi də bizim sevindirici xəbər odur ki, Azərbaycan anima film Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən, BAFTA tərəfindən tanınır. Bu da onun beynəlxalq səviyyədə hansı bir səviyyədə, yəni olduğunun göstəricisidir. Nə gözəl. Bəs filmlərin kriteriyası necə idi? Ümumiyyətlə filmlər seçilərkən müxtəlif kriteriyalar üzərindən seçilir. Burada ideyadır, rejissor yanaşmasıdır, animasiya texnikası, vizual keyfiyyətidir. Baxımdan da önəm daşıyır. Çünki hekayənin təqdimatı bu belə deyək kriteriyalar üzərində qurulur. Burada təbii ki, filmin emosional təsiri də önəmlidir. Filmin necə tamaşaçıya çatdırılması önəmlidir. Yenə dediyim kimi məsələn qeyd edə bilirik ki, bu uşaqlar üçün də ola bilər. Eyni
zamanda böyük yaşlı qruplar üçün də ola bilər. Hansı ki, böyük yaşlı qruplar üçün sosial mövzular, emosional mövzular seçilir ki, hansı ki, təsir edir insana, düşündürücü məqamlardır. Kriteriyalar əsasən məsələn tam metrajlı deməli anima filmlər var. Burada ən yaxşı televiziya filmləri var. Ən yaxşı televiziya filmi, animasiya filmi seçilmək. Kriteriyadan biri ən yaxşı qısa metrajlı animasiya filmi, uşaqlar üçün ən yaxşı qısa metrajlı animasiya filmi, eyni zamanda ən yaxşı Azərbaycan qısa metrajlı animasiya filmi kriteriyaları üzrə qaliblər seçilib. Yəni bu qaliblər də təbii ki, onların filmləri hal-hazırda festival çərçivəsində müxtəlif proqramlarda nümayiş olunur və eyni zamanda da kimlər ki iştirak edə bilirsə həmin qonaqlar o filmin nümayişində özləri də iştirak edirlər. Bəs Azərbaycan bu festivalda necə təmsil olunur? Azərbaycan necə təmsil olunur? Azərbaycan ümumiyyətlə festivalda həm təşkilatçı qismində çıxış edir, həm yaradıcı, inkişaf edici, yəni aktiv belə deyək də, həm ev sahibi kimi çıxış edir. Eyni zamanda burada Azərbaycan animasiya filmləri də nümayiş olunur. Hansı ki, elə İSİPİT-nin özü yerli Azərbaycan animasiya filmidir. Biz Suitini demişdik, xeyriyyə xarakterli, hansı ki, Suitdən danışırdıq. Elə açılış mərasimində Suiti ilə bağlı 90-cı illərdə çəkilmiş, 1990-cı illərdə çəkilmiş Suitiyə həsr olunmuş bir filmi biz nümayiş etdirdik. YouTube-dan da izləyicilərimiz, tamaşaçılarımız tapa bilərlər. Yəni çox maraqlı bir filmdir. Və burada əsasən də Azərbaycan yerli animatorlardan da danışmaq olar ki, hal-hazırda çox həvəskar yerli animatorlarımız var, çox belə peşəkar səviyyədə işləyən animatorlarımız var və bizim də əsas məqsədimiz burada beynəlxalq səviyyəli animatorları hansı ki, ölkəyə həmin festival çərçivəsində dəvət edirik və bizim yerli animatorlar da onlardan bir növ təcrübə toplayır. Bu çox gözəl bir töhfə vermiş olur, yəni festival cəhətdən. Əslində çox gözəl bir təşəbbüsdür ki, beynəlxalq səviyyədə tanınan animatorlar əslində burada məsələn master-klass keçsələr, bir dərs keçsələr, Bəli. çox gözəl olar. Gəlin təqdim edilən filmlərin janrlarından danışaq. Əsasən janrları qeyd edə bilərəm ki, bayaqki dediyimiz kimi də bu emosional yanaşmadan baxsaq, uşaqlar üçün ümumiyyətlə animasiya filmləri var, sosial mövzulu animasiya filmləri var, müxtəlif eksperimental animasiya filmləri var, komediya janrı, dram janrı və yaxud da ki, bayaq dediyimiz ekoloji mövzulu janrlar var. Mən belə deyim də, bu həm festivalı həm rəngarəng edir. Yəni qeyd edə bilərəm ki, tamaşaçılarımız gəlib izləsə, 17-sinə kimi hansı ki proqram çərçivəsində hansı festivallar, daha doğrusu hansı filmlər nümayiş olunacaq, orada çox rəngarənglik var. Bir filmə baxanda üzülə bilərsiniz, bir filmə baxanda gələcəyi düşünə bilərsiniz, digər filmə baxanda sevinə bilərsiniz. Yəni xoş sonluqla bitən təbii ki, filmlər çoxdur. Təbii ki, bədbin filmlər də çoxdur ki, hansı ki ondan nəticə də çıxartmaq lazımdır. Mənim məsələn festival çərçivəsində ən sevdiyim qalib filmlərdən biri var ki, Because Today is Saturday filmidir. Çünki bugün şənbə günüdür. Burada bir ananın dramından bəhs olunur. Yəni ana övladlarını yedizdirir, içizdirir, öz yoldaşına qayğı göstərir. Amma hansı ki o bir boşluq zamanı o boyda işin arasında bir boşluq yarananda əlindən, başından güllər çıxır və onun ruhu çıxır bədənindən. Ruh oturur qarşısında, ondan söhbət eləyir. Və həmin momentdə hər dəfə o moment baş verəndə, o vəziyyət baş verəndə ya yoldaşı nə isə gəlir soruşur, yemək istəyir, ya uşaqlar yemək istəyir, ya uşaqlar yatmaq istəyir. O dönəmi yaşaya bilmir. Yəni özü də onu belə çox rəngsiz formada çəkiblər, amma yaşıllaşma, onun azadlığını ortaya çıxaran momentlərdə rəngli olur. Rəngli olur. Çox maraqlıdır və sonu çox belə deyim ki, bədmin bitir. Çünki ana artıq aqressivləşir, onun ayağına bir tikan batır, onu vecinə alan olmur. Evdə hansı ki o qədər qayğının içində. Özü orada belə bir şey, animasiya axı bir təxəyyüldür. Orada yeməyi başından çıxardır, qoyur, nə bilim, kitabları başından çıxardır, qoyur. Hər şey anadan. Təqdim etmişdi bu. Bu Belçika istehsalıdır, bəli. Deməli orada sonda isə ana buna məğlub olur və öz ruhunu bədənindən çıxardır, onu sobaya qoyur və sobanı
onu bağlayır və yandırır, onu məhv eləyir. Belə deyək. Bəli, çox maraqlıdır, çox təsirlidir. Mən onun təsirinə hələ də çıxa bilməmişəm. Başqa maraqlı hansından danışa bilərsiniz bizə? Başqa maraqlı Mirvari ağlayan qız filmi var. Çox maraqlı. Orada da bir ailə dramı var. Orada da bir qadın azadlığının qarşısının kəsilməsidir və o hər ağladıqca Mirvari ağlayır. Və yan otaqda qonşu olan kasıb yaşayan bir uşaq, onun mirvariləri o belə deyək dəlikdən onun otağına keçir və o mirvariləri aparır, satır. Pul qazanır, həm üzülür o qıza. Çünki o qıza bir simpatiyası var, istəyi var. Amma mirvarilərlə də çox varlanır və varlananda həmişə ona hədiyyə almaq istəyir. O mirvariləri satır, ona gəlir hədiyyə alır. Hədiyyə almaq istəyəndə gəlir görür ki, onlar köçüblər. Çox belə o da təsirlidir. Amma o belə də stop motionla hazırlanmış filmdir. Stop motion nədir bilməyənlər üçün hansı ki orada müəyyən bir kadrlar çəkilir və o kadrlar kuklalarla, plastilinlə hazırlanır. Bu çox qəliz, çox belə çətin prosesdir animasiya üçün. Çünki kuklanın belə deyək, evdən çıxıb həyətə düşməsi hər bir ayağının addımı, əl hərəkəti şəkil formasında çəkilir və o şəkillər yığılaraq bir video formatda filmə gətirib çıxarır. Orada stop motiondan istifadə olunub, kuklalardır, orada kukla rolu oynayır. Çox maraqlıdır, onu da tövsiyə eləyərəm. Elə bizim özümüzün isipitimiz də çox maraqlıdır. Ən çox da elə onu tövsiyə eləyərəm ki, yerli məhsuldur, mütləq şəkildə yerlidən başlamaq lazımdır ki. Elə milli animasiyadan biraz danışın bizə. Başqa isipitidən başqa hansı animasiyalar izləmək mümkündür? Yulaf dönərgə də var, hansı ki bu həm belə deyək Azərbaycan, həm xarici istehsal, birgə istehsalıdır ki. Yeri gəlmişkən Hüsniyə Mürvətovanın səsini eşitmişəm orada. Onu da salamlayırıq. Yeri gəlmişkən bizim studiyamızın qonağı olmuş direktorumuz, anima filmin direktoru Rəşid Ağamalı'nı da salamlayırıq. İşlərində uğurlar diləyək. Rəşid müəllimin də oradan da çox böyük əməyi var. Çox böyük istəklə, çox böyük həvəslə bu komanda məncə çox pozitiv. Çox pozitiv, bəli, pozitiv və biz də elə çalışırıq. Təbii ki, komanda olmasa o iş ərsəyə gəlməz. Amma həm idarəçilik, təşkilatçılıq baxımından da Rəşid müəllimin, Rəşid bəyin çox böyük əməyi var ki, onun həvəsi, fəaliyyətidir ki, gəlib bu anima film müəyyən bir səviyyəyə çatıb. Bəli. Çox və hal-hazırda bizim ilk dəfədir ki, biz anima film jurnalını çıxartdıq və tövsiyə edirik, jurnalımıza da baxa bilərsiniz. Bu ilk nəşrdir yoxsa? İlk nəşrdir, bəli. Jurnal baxımından ilk nəşrimizdir. Orada yer alıb həm komandanın müsahibəsi, orada yer alıb isipiti ilə bağlı məsələn də hansı müsahibələrdir ki, isipitini yaradan bəli insanlar, animatorlar hansı fikirləri verir. Eyni zamanda 9-cu anima filmdə yer alan beynəlxalq qonaqlarımız, hansı ki, orada da onların fikirləri orada yer alır. Belə. Ümumiyyətlə, anima film dünyada keçirilən digər beynəlxalq animasiya filmləri festivalı ilə müqayisədə hansı pillədədir sizcə Zümrüd xanım? Pillədə deyərkən, təbii ki, biz anima filmi gənc bir festival kimi nəzərdə tuturuq digər aparıcı, yəni ki, belə deyək də, ən üst səviyyədə olan festivallarla anima filmlə müqayisə eləsək, yəni 9 il bizim üçün böyükdür, amma aparıcı, belə deyək, ən öndə gedən anima filmlər, beynəlxalq anima filmlərindən müqayisədə təbii ki, gəncik. Biz hələ yaratmalıyıq, belə deyək, ortaya bir yaxşı məhsullar qoymalıyıq, geriyə baxıb dayanmamalıyıq və bunun üçün bizim elə məqsədimiz də odur ki, biz beynəlxalq səviyyədə bunu çatdırırıqsa, elə burada mədəniyyətlər arası dialoq da demək olar buna və eyni zamanda mədəni yaradıcı sənayenin məhsulu da demək olar ki, burada fikirlər bölüşülür və bu qonaqların təbii ki, bura gətirilməsi heç də belə deyək, düşünülməmiş bir şey deyil. Bu düşünülmüş şəkildə hərəkət olunur ki, biz elə istəyirik ki, yerli animatorlarımız da onlardan bəhrələnsinlər. Yəni bizim də o səviyyəyə çatmamız üçün mütləq şəkildə onların töhfələrindən yararlanmalıyıq, təcrübələrindən yararlanmalıyıq. Bəli. Zümrüd xanım, bildiyim qədərilə bu il anima film Gəncədə keçirilib. Bölgələrdə də anima film gələcəkdə ola bilər, gözlənilirmi? Bilirəm ki, Şəkidə də olub, digər bəli, Şəkidə də olub, Gəncədə də olub, Xankəndində olub,
yəni Qarabağ bölgəsində də keçirilmişik və tamaşaçı baxımından da yetəri qədər biz dəstək almışıq, maraq var, çox sevinirik və çox sevdiyimiz Leyla xanım da anima filmin dəstəkçisidir, sağ olsun və tədbirlərimizdə də iştirak eləyir. Təbii ki, bu davam eləyəcək. Regionlar üzrə də festivallar artıq davam edəcək, həm beynəlxalq səviyyədə, həm yerli səviyyədə. Bəs gələcəkdə hansı yeniliklər olacaq festivalda? Gələcəkdə ümumiyyətlə yenə də qeyd etdiyim kimi əsas beynəlxalq səviyyəni düşünürük ki, daha aparıcı, daha tanınmış animatorları biz Azərbaycana dəvət edək festival çərçivəsində ki, və bunun ola bilər ki, günü də artırıla bilər, proqram çərçivəsi genişlənə bilər və getdikcə də il artdıqca da təbii ki, proqramımız da genişlənir. Hal-hazırda bizim yerli daha doğrusu Azərbaycanda qonaqlarımız var ki, məsələn stop motion dediyimiz hissələrdə Gürcüstandan olsun, digər ölkələrdən olsun, hansılar ki, qonaqlar qəbul eləmişik. Onlar tamaşaçılar üçün, həvəskar animatorlar üçün stop motionlar, master klasslar təşkil edəcək. Və bizim saytımızdan, rəsmi saytımızdan, sosial şəbəkələrimizdən izləyə bilərlər. Bizim proqramlarımızda hansı saatlarda 17-sinə kimi master klasslar keçirilir, hansı saatlarda film nümayişləri olunur və bizə qoşulub bizimlə bərabər əylənə bilərlər. Gözəl. Sizcə animasiya filmləri festivalı nə üçün lazımdır və hansı missiyanı daşıyır? Animasiya filmləri nə üçün lazımdır? Ümumiyyətlə animasiya festivalıdır, anima filmdir, bir növ yaradıcı insanları bir araya gətirir. Burada demək olar ki, yeni ideyaların yaranmasına bir şərait yaradılır və burada həm də müxtəlif ölkələr arasında bir növ dediyimiz mədəni körpü yaradılır. Və orada emosiyalar ötürülür, orada fikirlər ötürülür. Hər hansı bir animasiya filmə baxanda bəlkə də sənin həyatın da dəyişə bilər və yaxud da sən yeni bir belə deyək də o ICPT-də elə peşə yönümlü istiqamətdə ki, onlar hərəkət edirlər silsilə şəklində və uşaqların hansısa bir peşə seçiminə təsir edə bilər. Yəni bunun hamısı belə deyək, animasiya baxımından həm də belə deyim də dünya səviyyəsində bu animasiya, anima film artıq dünya səviyyəsində tanınırsa, niyə də biz də bunu genişləndirməyək? Niyə də beynəlxalq səviyyəyə çatdırmayaq? Və biz düşünürük ki, biz Oskara doğru da gedə bilərik. Yəni bunun üçün təbii ki, bəli, hər şey elə kiçik hissələrlə başlayır. Nə vaxtsa olacaqsa bu Azərbaycanın uğurudur. Tək belə anima film deməyək, komandası olar demək, bu Azərbaycanın uğurudur. Ötən illərlə də müqayisədə irəliləyiş varsa, deməli, əlbəttə ki, hər bir ildə biz o irəliləyişləri görürük və statistik baxımdan da təbii ki, nəticələr müqayisə olunur və uğurlarımız da çox şükür ki, yaxşıdır. Zümrüd xanım, gələcəkdə, məsələn, siz bir sıra animasiyalara baxdınız, bu ilki animasiyalara. Bax, gələcəkdə nə kimi animasiya vacibdir? Ekranda nəyin görünməsi və qabarıq göstərilməsi vacibdir? Ola bilər uşaqların zehninə təsiri baxımından və yaxud da ki, elə valideynlərin öz tərbiyəsinin formalaşdırması baxımından. Çünki ailədə elə tərbiyə birinci valideyn özünü tərbiyə etməlidir, sonra uşaq tərbiyə etməlidir. Siz nə düşünürsünüz? Bax, necə bir film olmalıdır ki, ola bilər ki, bizim bir personajımız çatmır ki, beynəlxalq səviyyədə biz onu tanıdaq. Ola bilər hansısa mövzu çatmır, milli kolorit çatmır. Siz bir fərd olaraq nəyi görmək istərdiniz? Fərd olaraq təbii ki, biz mütləq şəkildə milli olaraq, belə deyək də, milli dəyərlərimizi dünya miqyasında inteqrasiya etməliyik ki, bu həm fərqliliyi yaradaq, həm marağı yaradaq. Misal üçün, bu haşiyəyə çıxım ki, adi milli geyimin təbliğatı ilə məşğulluqsa, bunu ənənə kimi nəsildən nəslə ötürürüksə, məsələn, adi belə deyək, üst geyiminin, milli geyimini müasir bir donla inteqrasiya edirsən və onu sən elə bir yenidən canlandırırsan. Buna deyirlər, ona ikinci həyat verirsən, bir növ. Və yaxud da hər hansı bir elə muzeydən danışaq ki, eksponatın hekayə yaradırsan, o hekayədə sən ona ikinci həyat verirsən. Animasiyada elə bu baxımdan da önəmlidir ki, biz bir hekayə yaradırıq. İstəyir bu tərbiyələndirici mövzu olsun, istəyir
maarifləndirici mövzu olsun. Biz həmin dəyərlərə ikinci həyat veririk. Biz o dəyərləri başqa gözlə çatdırırıq. Bəlkə də sən belə düşünürdün, səhv düşünürdün, amma biz bilmirik, bəlkə də milyonlarla insanın arasında nə qədər insan səhv düşünür və yaxud nə qədər insan düzgün düşünür. O səhv düşünənləri təbii ki, biz yönləndirmək istəyirik ki, dəyərlər baxımından hekayə önəmlidir. Animasiyada çox önəmlidir hekayə. Mən əgər bir animasiyaya sona kimi baxıb ondan nəticə çıxarda bilirəmsə və bu animasiya məni 3 dəqiqə ərzində düşündürdüsə, bu özü böyük uğurdur. İstəyir bu uşaq yaşlı olsun, yəni uşaq diqqətlə baxıb, sona kimi baxır və fikrini yayındırmır. Demək ki, orada nəyisə ötürür ona. Bir növ bağ yaradır. Bunu demək istəyirəm. Və Zümrüd xanım, sonda istərdim ayın neçəsinə kimi bizim tamaşaçılar və dinləyicilər məhz bu animasiya festivalına qoşula bilər. Artıq qeyd etdiyim kimi 13 may tarixində artıq açılışımız oldu və 17 may tarixinə kimi bizim festivalımız davam edir. Axşam vaxtı işdən çıxandan sonra da bizim festival davam edir və saat 9-a 10-a kimi də görürsüz screening nümayiş davam etdirilir və bu baxımdan da öz səmərəli vaxtlarını gəlib keçirə bilərlər. Animasiya tarixi ilə, animasiya mədəniyyəti ilə, bu dəyərlərlə tanış ola bilərlər. Eyni zamanda dünya miqyasında tanınmış, belə deyə, müsabiqə çərçivəsində qalib gəlmiş filmlərimizi izləyə bilərlər, müqayisə eləyə bilərlər. Yəni bu bir növ əlçatanlıqdır ki, ildə bir dəfə keçirilir və bu festival Azərbaycan üçündür hal-hazırda. Yəni Azərbaycan əhalisi üçündür ki, biz onu əlçatan eləyirik. Anima Film Festivalı animasiya kinosu vasitəsilə belə deyək ki, yaradıcılığı təşviq edir və biz də dinləyicilərimizi dəvət edirik məhz festivala qoşulmağı. Mən sizə Zümrüd xanım çox təşəkkür edirəm. İşlərinizdə uğurlar diləyirəm. Nə yaxşı ki, gəldiniz, bizimlə bölüşdünüz. Çox sağ olun. Təşəkkür edirəm Yaqut xanım. Dəvətiniz üçün minnətdaram və çox sevinirəm ki, belə bir aktual mövzunu, hansı ki, yaşayıb, yaradan və inkişaf etmək istəyən bir yaradıcı sənayedir bu. Və buna bir növ radio hissəsi ilə bir dəstək göstərirsiniz və bizim səsimizi insanlara çatdırırsınız. Təşəkkür edirəm bir daha. Hörmətli dinləyicilər, qonağımız Anima Film Beynəlxalq Animasiya Filmləri Festivalının layihə meneceri Zümrüd İsmailova idi. Sinema Radio, Sinema Radio, Sinema Radio.